Qazın üstündə pampers və içi dolu vəziyyətdə uşağın əynindən çıxardılmış xaladelnikin içində ayaqqabı. O videonu dünənlərimə mən gördüm TikTokda. Həqiqətən də həmin xanıma buradan səslənirəm ki, inanın ki, onu etməyə heç gərək yoxdur. Çünki siz qazın üstündə yemək bişirirsiniz, ora çörək qoyursunuz, yemək qoyursunuz və günahdır. Xaladelnikə isə ət qoyuruq. Ümumiyyətlə qidalandığımız hər bir şey, belə deyim, günahdır ki, onların yanına bu şəkildə bu şeyləri qoyub prim yığasınız insanlardan. Heç ehtiyac yoxdur. Əksinə ürək bulandırıcıdır. Əksinə kənardan baxan sizə nələr deyir, bir onu Allah bilir. Ona görə də məncə belə gözəl videolar da çəkib kəşfətə düşə bilərsiniz. Həqiqətən tam səmimiyyətimlə sizə deyirəm. Və qaldı ki, qızlar, bu videoda sizə bir pas belə aparan məhsul göstərəcəm. Story bölməsinə də yerləşdirəcəm şəklini. Gedin, hər biriniz qaça-qaça alın. Pası ərpi 1 saniyədə köpürdüb yox eləyir. Bu məhsulu artıq 2 aydır tanıyıram və çox sevirəm. Və qızlar, bir şey səsləndirmək istəyirəm ki, TikTokunu, Instagramını 1K kim artırmaq istəyirsə, burada əlaqə nömrəmi qoyacağam. Real, amma real xanımlarla ibarət. Kim artırmaq istəyirsə, mütləq və mütləq nömrəmə yazsın. Son sponsor yerlərim qalıb. 1K-nı endirimə qoymuşam. Səhifəsini artırmaq istəyənlər, satışla məşğul olanlar, şirkətlərlə çalışanlar üçün real bir təklifdir və gözəl bir təklifdir. Mütləq müraciət etməyi unutmayın. Əlaqə nömrəmə yazın.